Bildiyiniz kimi bu günlərdə ölkəmizdə anım günü qeyd olundu və bizim şanlı vətən müharibəmizin, 44 günlük vətən müharibəmizin başlamasının 5 ili tamam oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizdən bizə qalan əmanət kimi həm dövlətimizi, ölkəmizin ərazi bütövlüyünü və onların uşaqlarının, qohumlarını, valideynlərini qorumaq təbii ki, bizim hər birimizin borcudur. Mən bir məsələ haqqında danışmaq istəyirəm bugün. Qazi və veteranların məsələsi haqqında. Bildiyiniz kimi, müharibədən sonra 5 il keçməsinə rəğmən hələ də qazi və veteranların aylıq aldığı məvacib müavinət 80 manat olaraq hələ də qalır və bu 2020-ci ildən bəri belədir. Müharibə bitəndən sonra təyin edilən rəqəm hələ də dəyişmir, amma siz diqqət edin ki, 2020-ci ildən sonra minimum əmək haqqı nə qədər artıb ildən ilə prezidentin sərəncamına əsasən, amma digər bütün dövlət və özəl sektorlarda da əmək haqqları artırılır, pensiyaları artırılır. Amma təkcə vətən müharibəsi iştirakçılarının, qazi və veteranların məvacibi, onlara ödənilən 80 manat veteran pulu artmır. Və bu çox narahat edici bir məqamdır. İlk növbədə 80 manat həddindən artıq çox aşağı bir rəqəmdir. Xüsusilə də bu insanlar bizim alnımızı, başımızı dikirlər. Mən bunu pafosda yox, tam səmimi olaraq deyirəm. 20% torpaqlarımızın işğaldan azad olunması təbii ki, şəhidlərimizin böyük rolu var, Azərbaycan ordusunun böyük rolu var burada. Amma həmçinin də müharibədən sağ qayıdan veteranlar və qazilərin də böyük rolu var burada. Bu demək deyil ki, bu insanlar şəhid olmayıblarsa, biz onlara çox da yüksək dəyər verilmir. Təbii ki, onlara dəyər verilir hal-hazırda. Qənaətbəxş olmasa da, şəxsən mənə görə nisbətən daha az olsa da bu verilən dəyər. Amma istənilən halda verilir. Sadəcə mən tərəfdarıyam ki, və bugün onun haqqında danışıram ki, ən azından qazi və veteranlara ayrılan bu 80 manat artırılsın. Təbii ki, pafos o zaman olardı ki, mən qeyd edeyim ki, bəzi siyasətçilər kimi bu rəqəm 500 manat olmalıdır, 350 manat olmalıdır. Təbii ki, indi biz hesablayanda ki, hazırki hakimiyyətin, Yeni Azərbaycan Partiyasının 30 ildən daha artıq 32 illik hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı nə duruma salıblarsa, dövlət büdcəsində vəsait nə qədər azdır və hər bir müharibə iştirakçısına siz ayına 500 manatdan vuranda bu təbii ki, dövlət büdcəsinin buna imkanı çatmaz və biz də mümkün qədər reallıqla danışmalıyıq. Mən özüm də şəxsən mümkün reallıqları nəzərə alıb danışmağın tərəfdarıyam. Ən azından mən gözləntim budur, mənim istəyim budur ki, heç olmasa 8 noyabrda bizim zəfər günümüzlə bağlı və yaxud da ki, yeni ildən 2026-cı ildən veteran pulu ən azından 80 manatdan 120-150 manat arasına qədər qaldırılsın. Təbii ki, könül istərdik ki, bu rəqəm daha artıq olsun. 200 manat olsun, 250 manat olsun. Amma birdən-birə də gəlin razılaşaq ki, o qədər artımı mən düşünmürəm ki, Yeni Azərbaycan Partiyasının hakimiyyəti, iqtidarı bu qədər artıma gedəcək. Ona görə minimum məbləğ kimi heç olmasa 120-150 manat arası, yəni 150 manat olsa heç olmasa bilərik ki, 70 manat artım oldu və yaxud da 40 manat artsın. Minimum bu rəqəm 120 manat olmalıdır. Minimum. Bu da əslində doğru və ədalətli deyil bu ayrılan vəsait, amma təkrar edirəm, minimum məbləğ kimi heç olmasa 120-150 manat arası onlara ödəniş olunmalıdır. Siz təsəvvür edin ki, bu yaxınlarda bizim Formula 1 ilə yenidən müqavilə müddətimiz artırıldı. Səhv etmirəmsə 2030-cu ilə kimi və hər il milyonlarla məbləğ vəsait ayrılır. Formula 1-in keçirilməsi, oradan gələn qonaqların qarşılanması, onların burada yerləşdirilməsi və şəhərin infrastrukturuna böyük, ciddi zərbə dəyir. Bütün elə hökumətin özünün şəxslərindən də, hakim partiyanın dəstəkçilərinin də, siyasətə qarışmayan insanların da, müxalif yönlü şəxslərin də, bütün ölkənin az qala narazı salacaq bir yarışdır Formula 1. Çünki Formula 1 keçirilməlidir. Təbii ki, mən təklif edirəm ki, hətta azad olmuş rayonların birində bir şərait yaradılsın və orada Formula 1 keçirilsin, daha yaxşı. Amma siz Bakının ortasında, şəhərin göbəyində və təsəvvür edin ki, bütün infrastrukturu bağlayırsınız. Az qala biz vətəndaş olaraq Bakı bulvarına düşə bilmirik Formula 1 olanda. Bakını rahat gəzə bilmirik piyada Formula 1 olanda. Siz vətəndaşdan daha çox hörmət edirsiniz bura gələn Formula 1 iştirakçılarına.
Mən həmişə bunu deyirəm ki, onsuz da Azərbaycanda ən az dəyər verilən kəslər elə Azərbaycan Respublikasının vətəndaşlarıdır. Və bu Formula 1 mövzusunda əyani şəkildə öz əksini tapır. Demək istəyirəm budur ki, Formula 1-ə ayrılan bu qədər vəsaitlər qarşısında siz heç vaxt qazi veteranlara bir bəhanə gətirməməlisiniz ki, gətirə bilməzsiniz ki, amma gətirirsiniz bilirəm. Biz bunu qaldıra bilmirik. 80 manat həqiqətən çox aşağıdır. İnanılmaz dərəcədə. Bu xüsusilə də 5 il əvvəl də bu 80 manat olaraq təyin edildi başlanğıcda. Və ondan sonra siz həmin ərəfələr, mən yanlış xatırlamıramsa, minimum haqqı 250 manat idi, amma indi minimum haqqı 400 manat. Tək elə bu, hələ mən bazardakı qiymət artımlarını demirəm. Manatın durumundan danışmıram, inflyasiya məsələsini nəzərdə tutmuram. Və bunların hər birini kompleks şəklində nəzərə alanda biz görürük ki, həqiqətən qazi və veteranlarla bağlı məsələlərdə dövlət artıq daha böyük addımlar atmalıdır. Buna böyük addım da demək olmur, amma indiki duruma görə daha yumuşaq onlara davranmaq, onların məvaciblərinin, aylıq veteran pullarının artması mən mütləq